tarixdə 8-1 sinifində riyaziyyat fənnindən kvadrat tənliklər mövzusunda açıq dərsimizə başlayırıq. İndi birinci uşaqlara qruplar üzrə oturublar. 4 qrupdur. Hər qrupun öz adı var. Birinci günəş qrupu. Günəş qrupuna işçilərək fəaliyyət. Hər qrup özünə lider seçməlidir. Kapitan seçməlidir. Ulduz. Şahin kimdir? Bizdə lider seçməlidir. Günəş qrupu hansı? Özünüzə hansı yoldaşı kapitan seçirsiniz? Dur ayağa, Məlikə. Məlikə oldu Günəş qrupunun kapitanı. Əyləş. Sonra lider qrupu. Nicat oldu lider qrupunun kapitanı. Ulduz qrupu. Günay olsun. Günay olsun. Ulduz qrupunun kapitanı. Bir də buradan da Aytaş, Şahin qrupunun kapitanı. Sizə 10 dəqiqə vaxt verilir, uşaqlar. 10 dəqiqə vaxtda o qrup içində olan mövzu haqqında fikirlərinizi dəqiqləşdirirsiniz. Ancaq belə olmalıdır. Hər qrupda bir-birinizdən əməkdaşlığı gözləyirik, sonra nizam-intizamı gözləyirik, çünki onlar hamısı qiymətləndirmədə nəzərə alınacaqdır. Bir də sual-cavabların axırda ümumiləşdirib sizin qiymətləndirməniz veriləcək. 10 dəqiqə vaxtınız başladı. Başlayın. Əməkdaşlıqla bir-birinizdə qarşılıqlı hörmətlə başlayın müzakirə ilə 10 dəqiqə vaxtınız başladı. Vaxtımızdan istifadə edərək bəlkə keçmiş dərsimizdə Pifagor təlimi idi. Pifagor təlimi haqqında Cəmilə, Pifagor haqqında bir məlumat verir. Görə Pifagor kimi idi? Pifagor bizim eradan əvvəl 569-cu ildə Somay adalarında anadan olmuşdur. Pifagor öz tarixində öz adı ilə Pifagor teoremi kimi əbədiləşdirilmişdir. Pifagor öz sadəliyi və praktiki əhəmiyyəti ilə məşhurdur. Teorem Pifagordan çox-çox əvvəl məlum idi. 1970-ci ildə 370 dənə isbat ictimaiyyəyə təqdim edilmişdir və Somay adalarında özündə indi Pifagorun heykəli qoyulmuşdur. Yox, adlar sonra Ali Hakim grup hazırdır. Vaxtınız var. Ona kimi Günəş qrupu hazırsa təqdimata çıxalım. Vaxtımız olsa dərsdən geçsin. Gəl. Oxu suallarını oxu. Aşağıdaki üçlüklərdən hansı Pifagor üçlüyüdür? 5, 12, 13. 13'ün kvadratı bərabər 12'nin kvadratı üstə gəlir 5'in kvadratı. Bərabər 144 üstə gəlir 25 bərabər 169. 160 da 13'ün kvadratı. Demək orada 13 nəyə ifadə edir? 169. 169 yəni nəyi ifadə edir? Hipotenuzu yoxsa? Demək üçlük nədir? Pifagor üçlüyü nədir ümumiyyətlə? Oradakı düzbucaqlı, üçbucaqdakı nədir? Nələr göstərir? Mən hipotenuz və katetləri Katetləri göstərir. Ona görə ona üçlük verilir. Sonra ikinci sualımız nədir? Tənliyi həll edir. 3x çıxar 6 bərabərdir 2x üstə gəlir 6, 3. X bərabərdir 6 üstə gəlir 3, x bərabərdir 9. Bu bizim
aşağıdan keçdiyimiz nədir? Adi bir dəyişənli, bir dərəcəli tənliyin həllidir. Tənliyin həllidir, oldu. İndi bax bunu nəzərinizdə saxlayın. Çünki yeni dərsimizdə, yeni mövzu ilə bu nədir? Əlaqədardır. Yaxşı, keç. Məlikəni alqışlayaq. Məlikənin birinci sualını yeni yedik. Nimətləndirik. Və ikinci sualını. Sonra hansı qrupu gəl? Ulduz qrupu. Gəl görün. Başla. Suallarını oxu. Onda deyir ki, uzunluğu 13 metr olan pilləkənin ayaqları söykəndiyi divardan 5 metr aralıdır. O yerdən neçə metr hündürlüyə divara söykənir. Burada biz hipotenuz və kateti taparıq. Burada biz kateti taparıq. Kateti tapmaqda ötürü B kvadrat bərabər olur. Bərabər olur, C kvadrat bərabər çıxılsın A kvadrat. O da bərabər olur 13-ün kvadratı çıxılsın 5-in kvadratı. 13-ün kvadratı 169, 5-in kvadratı 25. O da onun cavabı 144. B kvadratı bərabərdir. Kök altında 144. O da kök altı 144-dən də 12 çıxır. Bunun cavabı 12. Yəni katetimiz 12. Katetimiz 12 olur. İkincisi də tənqid neçə dərəcəlidir. Burada ən böyük üstü dərəcənin ən böyüyünü götürürük. Burada dərəcənin ən böyüyü x-4-dür. Ancaq bu dərəcəsi ən böyüyü x-4-dür. İkincidə isə dərəcənin ən böyüyü x-2-dir. Üçüncüdə isə ən böyüyü 3x-dir. X-dir. Yəni deyirik ki, burada hansı dərəcədədir? Birinci tənliyimiz neçə dərəcəlidir? x-4. 4 dərəcəli. 4 dərəcəli. İkinci 2 dərəcəli, üçüncü isə 1 dərəcəli. Keç. İkinci qrupa da verək. Qiymətini. Görək ikinci qrupun nizamı necədir? İkinci qrup yaxşı. Sonra gəl görün bir də keçsin. Təqdimatı nədən? Verilən uzaqlı düz uzaqlı. Amma bu desə buna Uzaqlıdır mı? Pifagor teoremi görə elədik. Və burada yazıq C kvadrat bərabərdir A kvadrat söylə B kvadrat. A 6 B isə 8-dir. 64 yəni söylə 36. Onların cəmi 100-ə bərabərdir. C isə 9-a bərabərdir. 9-un kvadratı 81 oldu, 81-dir və 81 ilə 100 bir-birinə bərabər deyil. Bunun üçün də bu üçbucaq düz uzaq deyil. Hə, sağ ol. Yəni biz orada bilməliyik ki, əgər üçlük ifadə olunmursa, demək bu düzbucaqlı üçbucaq deyil. Əgər üçlük orada alınırsa, demək bu nədir? Düzbucaqlı üçbucaqdır. Düzdür. Bəhs o birisi. Digər üçbucaq desək, mən eyni düstur hesabladım. C kvadrat söylə A kvadrat bərabər B kvadrat. A 5, yəni A-nın kvadratı 25, B isə 12 olduğu üçün 12 kvadratı 144. Onların cəmi 169-a bərabərdir və 13-ün kvadratı 169 və beləliklə də cəmlər bir-birinə dəyir və nəticədə isə bu üçbucaq düzbucaqlı. Ay sağ ol. Bu düzbucaqlı üçbucaqdır. Demək biz onu elə bil ki, isbat elədik. İsbat elədik ki, bu düzbucaqlı üçbucaqdır. Bu oldu sizin birinci sualınız. İkinci sual. Sualların dərəcəsi neçədir? Mən birincidə mən dərəcəni 3 götürdüm, digərində 2, üçüncü misalda isə dərəcə x, yəni 1, 4-də isə 5 götürdüm. 5 götürülür. Düzdür. Alqışlayın. Sonra dördüncü grup. Gəl görək. Şahin qrupu. Təqdiminlər aydın. Birinci sualımız belədir. Düzbucaqlı üçbucağın verilməyən tərəflərinin uzunluqlarını tapın. Burada
formülə görə etdik və burada üçbucaqları ABC ilə işarələdik və burada A2, B7, C isə bəlçul tapılıb sual işarəsi. Həlli C kvadratı bərabərdir A kvadratı üstə gəlir B kvadratı. 2-li kvadratı 4, 7-li kvadratı isə 49-dur. Onun isə cavabı 53-dür. Burada isə C bərabərdir 52, altı 53. Təqribi qiymət aldı. Təqribi qiymət aldıq. O isə 7-li kvadratına yaxındır. Və təqribi necə götürə bilərik? 7 də götürə bilərik. İkinci isə A bərabərdir 4, C bərabərdir 8, B bərabərdir sual. Həlli isə belədir. B kvadratı bərabərdir, C kvadratı çıxar, A kvadratı bərabərdir 8-in kvadratı çıxar, 4-ün kvadratı bərabərdir 64 çıxar 16. Təqribi qiymət bərabərdir 48, B isə bərabərdir kök altdan 48, bu isə 7, təqribi 7 götürür. 7-yə yaxın olduğu üçün 7 götürürük. Düzdür. İkinci sualımız nə idi? Tənlikdir. 5x çıxaq 2 bərabər 3x üstə gələk 4 tənliyidir, həll edib və dərəcəli deyil. Burada isə biz 5x çıxaq 2x bərabər 3x üstə gələk 4. Burada 5x-dən 3x-i çıxdıq. Aldığı cavab 2x bərabərdir 6, x də bərabərdir 3, dərəcə isə 3-ə bərabərdir. 3-ə bərabərdir. Dərəcə 3-ə bərabərdir. Dedik ki, cavab 3-ə bərabər. Dedik ki, dərəcə hardan götürülür? Dəyişənin üstündən götürülür. Dedik ki, dərəcə dəyişənin üstündən götürülür. Çünki biz 0-dur. Dərəcə 1-dir. Baxırıq, x-in üstündə nə var? Heç olmayanı demək 1-dir. 1-dir. Yaxşı, keç. Birinci sualınız. İkinci sualınız isə alış demək, burada hamımız, bütün suallarda, demək, hamısında gördük ki, yeni dərsimizlə nə əlaqəli olacaq? Tənliklər və tənliklərin nəyini dedik? Dərəcələrini dedik. Demək, dərəcə ilə əlaqəlidir. Biz indiyənə kimlə keçmişdik? Hansı tənlik keçmişdik uşaqlar? İndiyənə kimi aşağı sinifdən keçmişdik. Bir dəyişənli, bir dərəcəli, sadə tənliklər. Deyin görün, kimin yadındadır? Tənlik nəyə deyilir? Tənlik. Tənlik nəyə deyilir? Raminə de görək. Məhsul və ya dəyişən ifadələri Dəyişəni olan bərabərliyə deyilir tənlik. Sadə ola bilər, çoxaylı da olsun. Ancaq bərabərlik olanda tənlik olur. Əyləş. Sonra tənliyi həll etmək nədir bə? Tənliyi. Dicatlı görək. Tənliyin kökdür. Yəni, tənliyin kökünü tapmaq, tənliyi həll etmək deməkdir. İndi əyləşin. Bugün isə biz keçirik nəyi? X kvadratı. Bunu həmişə kvadrat demişdik. Dərəcə 2 olanda demişdik ki, kvadratdır 2 dərəcə. Bugün keçirik kvadrat tənlik. Elə bir mövzudur ki, bu. Bütün ildən sonra 11-ci sinifə kimi sizin həmişə gərəyiniz olan, həmişə lazım olan bir mövzudur. Ona görə o qədər ciddi buna yanaşmaq lazımdır ki, mövzuya. Tam həmişə sizin necə ki, vurma cədvəlini həmişə sizə lazım olur. Bax, kvadrat tənlikdə mütləq həmişə sizin gərəyiniz olacaq. Gələcəkdə, yuxarı siniflərdə loqaritmada var, sistem tənliklərdə var, bütün limitdə var. Hamısında kvadrat tənlik sizə lazım olacaq. Sonra fizika dərsində sərbəst düşmə təzyiqinin tapılmasında istifadə olunur. Həndəsədə düzbucaqlı və üçbucağın sahələrinin tapılmasında, hamısında kvadrat tənlikdən istifadə olunur. İndi görək kvadrat tənlik nədir? Kvadrat tənliyin ümumi şəkli belədir. Və şərti var ki, A fərqli 0 olsun. Çünki A 0-a bərabər olsa, bu olur adi tənlik. Elə x kvadratı gedəcək, olacaq adi tənlik. Belə şəkildə ax kvadratı üstə gələk, bx üstə gələk, c bərabər 0 şəkildə tənliyə deyirik kvadrat tənlik. Kvadrat tənliyin, indi görək A